Hicab haqqında danışanda bəziləri narahat olurlar, deyirlər ki, sizin sözünüzdən elə çıxır ki, hicab taxmayanlar iffətsizdirlər. Xeyr, biz elə demirik. Dinimiz də elə demirik. Biz deyirik ki, bir qadının örpəyindən narahat olanlar iffətsiz. Bir qadının örtünməsindən, hicab bağlamasından kim narahatsa o iffətsiz. Biz örtünməyən qadına iffətsiz demirik. Ümumiyyətlə, normal Azərbaycan qadını ki var, başında hicab olur. Mənim fikrimcə o ilə örtüyə riayət edən qadındır, örtülmüş qadın. Qadınları müəyyən bir həddə gətirən heç onları da boş buraxmır. Onlara da saç reklamı, film çəkirlər, ailə dəyərlərini dağıdırlar, qadını soyunmağa vadar edirlər, bəzənməyə vadar edirlər. Əslində bizim elə evimizdə olan analarımız, bacılarımız da o düşmənin tərəfidir. Bir var şəriətlə hicaba riayət eləmək, bu bir şəri məsələdir və hər kəs onu özü. Bir var düşmənin hədəfində olan qadın ki, onu soyundurmaq istəyir. Onu reklam əşyasına çevirmək istəyir, şou alətinə çevirmək istəyir, mala çevrilmək istəyir, vitrinə düzmək istəyir. Onlar istəyirlər ki, qadın çimərlikdə nə cürdürsə, həmişə o cür onu görə bilsin. Belə işbazlarla da bizim məsələmiz. Biz hicaba, şəri hicaba riayət eləməyənlərlə işimiz yoxdur. Onlarla işimiz ayrı cürdür. Necə ki, namaz qılmaqlarını istəyirik, eləcə də istəyirik ki, elə örtünsün. Hicaba da riayət eləsin. Biz iffətsiz hicab taxanların, örtünənlərin örpəyi ilə iş olanlara deyil. Qadını bazara çəkmək istəyənlərə deyil.